Deməli, cəmiyyətin bizə olan münasibəti necədir? Təəssüf ki, cəmiyyətimizdə hələ də indiyə qədər cəmiyyətin vaz keçmədiyi stereotiplər mövcuddur. O, deyəlim ki, əgər bir insan coming out, yəni öz orientasiyasını ətrafındakı insanlara, ailəsinə, dostlarına, iş yerində fərqi yoxdur, istənilən bir sosial mühitdə öz orientasiyasını aşkar olaraq ifadə elədikdə, bildirdikdə, həmin insana ə, xəstə, əxlaqsız, xəstəlik mənbəyi, psixoloji və yaxud da ki, ruhi pozuntusu olan bir şəxs kimi baxırlar. Təbii ki, bu belə deyil, amma nəticə etibarilə indi hələ də cəmiyyətin vaz keçə bilmədiyi bu stereotiplər hələ də Azərbaycanda mövcuddur. Ailələr öz övladının gey, lezbiyan, transgender və yaxud da ki, biseksual olduğunu biləndən sonra təbii ki, yəni Azərbaycan reallığında təcrübə onu göstərir ki, heç də yaxşı münasibət göstərmir. İnandırmağa çalışırlar ki, öz övladlarını, sən əslində belə deyilsən, sən dəyişə bilərsən, övladlarını zorla həkimə aparırlar və həkim də əslində bu qanunvericiliyə zidd olsa da, həkimlər həmin bu pasiyentə, həmin fərdə müalicə yazırlar, hormonal müalicə yazırlar. Halbuki əslində artıq Qərbdə hormonal müalicənin həyata keçirilməsi cinayət sayılır. Çünki bu insan anatomiyasına çox və psixoloji vəziyyətinə çox ciddi mənfi təsirlər göstərə bilər. Digər hallarda valideynlər bildikdən sonra, yəni övladına zorakılıq tətbiq zorakılıq edirlər, döyürlər, evə həbs eləyirlər və yaxud da ki, ən pis halda, yəni küçəyə atırlar, övladlıqdan rədd eləyirlər və yaxud da ki, nifrət cinayətinə qədər gətirib çıxara bilir. Yəni öz övladını və yaxud da ki, bacısını, qardaşını öldürmə həddinə qədər gəlib çıxa bilir. Təbii ki, bir fərd olaraq Azərbaycanda hüquqları tapdanan, əzilmiş bir sosial qrup olaraq istərdim ki, mənim də hüquqlarım qorunsun. Mənim hüquqlarımı qorumaq üçün Azərbaycanda müəyyən bir qanunlar qəbul edilsin, müəyyən bir qanunvericilik aktları mövcud olsun və təbii ki, ən ali qanunvericilik mənbəyi olan konstitusiyada bizim hüquqlarımızla, yəni mənim hüquqlarımın müdafiəsi ilə bağlı maddə əlavə edilsin. Həmin o günü görmək istərdim ki, nə vaxtsa Azərbaycan konstitusiyasında belə bir maddə də əlavə olunsun ki, heç bir insan cinsi orientasiyasına görə diskriminasiya, yəni ayrı-seçkiliyə məruz qala bilməz. Hər kəs cinsindən, irqindən, dinindən, sosial statusundan asılı olmayaraq və ya da ki, siyasi görüşündən asılı olmayaraq qanun qarşısında bərabərdir və hüquqları heç bir zaman pozula bilməz və qorunmalıdır həmin insanların hüquqları. Özünü ifadə etmək, sərbəst olaraq özünü ifadə etmək və bundan çəkinməmək və bundan qorxmamaq təbii ki, istənilən bir cəmiyyətdə arzu olunan bir haldır. Hər kəs istər ki, bu mövcud olsun. Amma homofobiyanın, yəni nifrətin dili, irqi, milliyyəti yoxdur. Nifrət hər yerdə nifrətdir. Homofobiya hər yerdə homofobdur. İstər xristian ölkələrində olsun, istər müsəlman ölkələrində olsun, bunun heç bir fərqi yoxdur. Sibirdə də o yaşayan insanlar düşünür ki, heç vaxt Sibirdə gey ola bilməz, bizim mənəviyyatımıza, kişiliyimizə sığışmır belə bir şey. Hindistanda yaşayan, Hindistanlı da homofob təbii ki, nəzərdə tuturam. Hindistanlı biri də düşünür ki, yox, heç bir zaman hindi gey ola bilməz. Biz hamımız kişiyik və yaxud da ki, Türkiyədə olsun və yaxud da ki, Almaniyanın özündə də. Yəni, istənilən bir ölkədə homofobiya var. Yəni, səni qəbul etməyən insanlar var. Amma məsələ ondan ibarətdir ki, düzdür, səni qəbul etməyən bir toplum ola bilər, sosial bir qrup ola bilər, fərdlər ola bilər. Amma
Almaniya ilə Azərbaycanın fərqi ondan ibarətdir ki, ən azından dövlət səni qoruyur, hüquq mühafizə orqanları səni qoruyur və bu homofob insanlar da onun fərqindədirlər ki, qəbul etməsələr də, bu LGBT insanları qəbul etməsələr də, amma o insanların hüquqlarını hörmət etmək məcburiyyətindədirlər. Çünki bunu qanun tələb eləyir. Heç bir insan burada başqa bir insanın orientasiyasına görə, kimliyinə görə, bioloji kimliyinə görə, cinsi kimliyinə görə zorakılıq tətbiq eləyə bilməz, təhqir eləyə bilməz. Yəni fərq burdadır. Amma dünyanın istənilən bir ölkəsində, Amerikasından tutmuş, Hollandiyasının özündə də, yəni homofob insan hər yerdə var. LGBT fərd olmağın milliyyəti də yoxdur. Dini mənsubiyyəti də yoxdur, irqi də yoxdur. Yəni insan övladının mövcud olduğu istənilən bir sosial mühitdə, yəni hər orientasiyaya mənsub insan mövcuddur. Heteroseksualından tutmuş, interseksinə qədər. Bir daha təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Buradan Azərbaycana qucaq dolusu salamlar. Darıxdığım insanlar çoxdur.